rayondadır. Qoşunun çıxmasına baxmayaraq o rayondadır, özü tərk eləmir onu. Kim bilir kim? Ağırdır Şabanov. Polkovnik Şabanov üçün ağırdır. Hələ indi də o tərk eləməyib oranı. Bütün soldatlar çıxıb, vayska çıxıb hələlik. Mən indicə bir tapşırıq aldım, ora getməliydim. Mənə dedilər ki, bir qalan Şabanovdur. Ştabda o qalıb. Getdim dedilər, həqiqətən o oradadır. Ancaq da artıq bütün qüvvələr çıxmışdı, o hələ çıxıb tərk eləmək istəmir ona. Çünki dediyin üstünə durdu. Çünki o dediyin üstündə durdu. O deyirdi ki, biz tərk eləməyəcəyik buranı. Biz hələ alacağıq, biz deyirdi Qubatlını, Cəbrayılı, Füzulini alacağıq. Ala da bilərdik. Ala da bilərdik. Ancaq bizə qüvvə gəlmədi. Mühasirə getcədə daralır. Qüvvə eyni ilə Zəngilanın qüvvəsi eləcə də qalıb. Qubatlı çıxdı, bütün qüvvəsini çıxartdı. Nə olardı? Keçirərdi Zəngilanı, vuruşardıq da. Qubatlıdan nə qədər qüvvə çıxdı, nə qədər tank çıxdı. Niyə o tərəfə çıxartdılar? Bakıya sarı çıxartdılar hamısı. Kölə bir köç gedir. Çıxart Zəngilanı da hələ Zəngilan durur. Qoy Zəngilan vuruşsun da. Qoy Zəngilan vuruşsun. Zəngilan gör necədir? Zəngilan doğrudan da elə Azərbaycanın belini qırdı çıxmağı ilə. Gör buradan Kapanı Yerevandan birləşdidir. Zəngəzuru birləşdidir. Gör nə qədər yeri, dəmir yolu xəttləri hamısı oradan keçirdi. Biz onları əməli başlı blokadaya salmışdıq. Hər cəhətdən blokadaya salmışdıq. Qırılırdılar. Qırılırdılar onlar. Mən pastayanla rastlayana çıxırdım, danışırdım. Onlar qırılırdılar. Çünki heç nələri yox idi. Bir aerodromu idi, işləmirdi, vurub dağıtmışdıq. Ancaq nə eləyəsən ki? Deyək, Zəngilan çıxdı, onların əl qolu genişləndi. İndi necə eləyəcək? Bir də gedib oradan bir də başlayacaq hücum eləmək. Eləyərik. Valla nə oldu? Erməni ala bilir, biz ala bilmirik. Ancaq mən deyərəm ki, bu bizim rəhbəri qoy bir amala qulluq eləsin. Valla onda udacağıq. Valla onda qalib gələcəyik. Bir amala qulluq eləsinlər. Bu nə demək? Hələ bir tərəfə çəkir. Şabanov kimi bizim askerlərimiz olsun. Mən arzu eləyərdim. Polkovnik Şabanov kimi bizim askerlərimiz olsun. Bax, onda qalib gələcək. Mütləq qalib gələcək. İnşallah. İran torpağı. Zəngilan daşqınları İran torpağında yerləşdirildi. Evet abi. İkiden haber gelmezdi. Ona göre yukarı başlam. Oradan haber bile sor. He? Harda?
Yani bağla yeşil. Ver bakayım. Ver buraya görün kimi de yaşayasın. iki yine Naçan işte kombat geldi. Öz sevgilim öyle. Her yer böyle Buraya faaliyet başlıyorsunuz. Komandır batalyon gelmenin hesabı vertolyotun olmaz. 3 günlük gelmiş, yani biz yatıp bura çıkardık. Vertolyotlardan oldu. İmişli'den. Bu askerler vertolyotla mı geldi? Vertolyotla gelip batalyon yarısı gelip yarısı yok. Yarısı bilsinler. Batalyon gelende akıllı batalyon komandıyla Naçan işte gelmedi ya. Zampatı. Bizden gelipler de, üstlerinde her rotanın özlerinin zampalitleri, Öyle oldu. Ben hamsından sorunca mı? Zampalitler satar 3 gündüz bora çağırıyor. Zaten 3 gündüz zabitler ne? Bunlar köhneden olanlardılar. Bunlar evvelden kalanlardılar. Biz geldiğimiz günün gecesinde Trivoga böyle kaldırdılar. Beni Naçan işte bir yoktu. O sıratları, snaryatları gönderdiğimiz burada. Buraya göre valla buralarda olmadılar. Bura kulleler gelip, bize bir de karabinler diyor bize verirler. Nasıl buralarda? Fagot, FPG hepsi yok. Onlar getir, onlar SDC'lerler. Sizin daha da yanmışsınız. Ansar. Biz bir dakika dağılmışız, İran sahası gelsin, arazı bir ağabey. Ne de oldu ki siz Kim burada? koydu, niye koydu bak? Gece geldi, prototürlük günlerdi. Sonra gördük bütün zaten yerli batalyonlar zaten hamsi tanklar çıkırlar. Bizde de şeylerler ki sizin de çıkmaz mesela. Biz de uşaqları qığına verilməsini ötürüb gətirdik burada bunu çəkəcəklər. Şimdi gözlüyoruz komanda, görək gəlsinlər, nə deyəcəklər, o cürə hərəkət edərik. Çok sağ Onu demək istəyirəm ki, Zəngilanın elə vaxtı gətirdilər ki, elə bir Zəngilan getmişdi. Bunu 10 gün qabaq gətiriydi, 10 gün qabaq gətiriydi. Deyirdi ki, ay batalyon bax, sənin pozisiyan budur. Prikazı oxuyuydu, göstəriydi. Bunu göstərişi yox. 4 gün demişdə qalmışıq, 25 nəfər bir gətirir, 25 nəfər bir gətirir. 3 gündə gəlib qalmışıq, buradan ha gəldik, hamı qırağa çəkilir. Biz də gəldik, məcburuq burada. İndi yoxlayırıq uşaqlarımızı, gözləyirik komanda. Nə olacaq? Komandirimizi gözləyirik. Bilmem siz necə düşünürsünüz? 18 yaşında uşaqları birdən-birə cəbhə bölgəsi, müharibə... Mən elə hesab edirəm ki, bu çox səhv işdir. Çox səhv işdir. 18 yaşında uşağı tılda, yəni pozisiyalarda qoymaq olar. Öncə bir göndərmək qəti qadağan olar. Mən elə başa düşürəm. Ona görə ki, mən adam hadisəsində görmüşəm hər şeyi. Lazım gəlmir, bu 18 yaşında. Bu avtomat külləsindən qorxan uşaqdır. Bu prikaz verirsən, əmr eləyirsən, yerinə yetirmir. Pazar mı? Güzel diyeyim abi. Şimdi İran ərazisində siz daxil olmuşsunuz. Bu sizə necə təsir edir? Bana çox təsir edir. Çox. O, həddindən artıq çox təsir edir. Mən öz-özümdən nifrət edirəm ki, ben bu torpaqdayım. Nə əməl gərək edir bu tarafa? Nə olsun ki, qonşu hökumət? Lazım gəlmədi. Ancaq məcburiyyət qarşısında olanda təşkil edir. Bunu təqdim edeyim. Ben bizim Kurban Merdan Staşına, taban bölümü Staşına. Sağ olun. Gidək. Gidək yox, yox. Bizdən saxlanır.
Alırzayev Entika Şükür kızı. 66'dan 67'den Zəngilan rayonunda olmuşam. Nə qədər hökumət başçısı gəlib, hər kəsə özünə çalışıb, hər kəsə öz günün savıb. Bu bizim vətənimizi verməyin səbəbi bütün başda oturanlar olub. Ona görə biz nə günahın gəlsək? Azərbaycanda demişdilər ki, Azərbaycanın imamları Şama şehit getsin. Biz şəhid gəlmişik. İmam kimi şəhid olmuşuq. Balalarımız düzlərdə qalıb. Ay başına dönüm. Hərə bir dənə çıxıb katib olub, katibliği bacarmayıb. Nəçənliyi olub, nəçənliyi bacarmayıb. Ordu tutub, orduya küllü müddarda pul verib, küllü müddarda mal verib, pul verib. Heç bir dənə könəmimiz çıxmayıb. Çayçılarda cavan oğlanlar, Azərbaycanın matışka oğlanları oturup deyip ermeni bize hiçbir şey eləyənməz, ermeni bize hiçbir şey eləyənməz. Gavur ermənilər bize bütün Respublikanı sürdü töydü, İranı da sürəcək, Bakını da sürəcək. Siz ki belə deyən dərbənirsiniz. Heydər Əliyev gəlib orada 2 gün işləməyinin Heydər Əliyevə şər atdılar ki, Heydər Əliyev dünyanı satıb. Heydər Əliyev dünyanı satmayıb. Dünyanı satan xuliganlardır. Dünyanı satan heç bir dənə yorgan götürməyib. Elə nə zatlar var, nə ələşlər var, ölülər var, dirilər var. Xahiş eləyirəm ki, gücünüzü sürün, Mincivan qəsəbəsinə qoymayın, girsin evlərimizi otlamasın. Evlərimizdən heç olmasa bir şey çıxardaq, gedək balamızı saxlayaq. Xahiş eləyirəm ki, nə gücünüz varsa verin ora, qurban olum sizə. Nə deyim sizə? Mincivan qəsəbəsində yaşaram, pensionerim. Təqaüddüyəm. Neçə ildir ki, bu bəlanı biz çəkirik. Həmişə də yuxarıda deyiblər ki, bu müvəqqətidir. Cəmaat öz yurduna qayıdacaq. Kəlbəcəri dedilər, Laçını dedilər, Şuşa dedilər ki, bu gələnlər müvəqqəti məskunlaşıblar, sonra qaytaracaq, öz vətənlərini, öz yerlərində yaşayacaqlar. Biz Mincivandan çıxmayacaqdıq. Bir dəqiqə bağışla yoldaşlar. Biz Mincivandan çıxmayacaqdıq. Keçən dəfə bizə gətirdilər, vaqon verdilər. Ayın 4-ündə. Gətirdilər bizə 100 vaqon verdilər ki, Mincivan qəsəbəsini çıxartsınlar. Bunu ilham elədi, təşkil elədilər. Sardı getdi, bir dəfəlik. Amma bu dəfə təşkil eləməyi bunun çox yaxşı oldu. Bu da bütün rayonun cəmaatını, xalqın yığdı, töydü Mincivan qəsəbəsinə. Özü də mindi maşına, bizim bu Mincivan qəsəbəsinin icra komitəsinin sədrinə deyirlər axı, bu qəsəbə sovetinin sədrinə. Mindirdi maşına ki, car ki, tez eləsin bu cemaat arvad uşağı çıxarsın sərhəddə. Çıxartdık, heç kəs qırmırdı. Qardaş, qurban olum sizə. Mən bağışlayayım, mən deyəcəm, istiyor döndü, aparıb verəcək, siz verməyəcəksiniz, özü bilərsiniz. 2 çağır zavotu var Zəngilan rayonunda. 2 çağır zavodunda 1 stakan çağır tapmazsan içməyə. Mən elə ispiritini demirəm. Zəngilan rayonundan milyonlarla maddi yardım gəlib. Onun bu xalqın o maddi yardımdan xəbəri yoxdur. Biri bir köpüyə maddi yardımdan almayıb, nə də ki o azuqasından bir şey almayıb. Yardımı niyə verirsiniz ki? Qoyun görə də bala. Qoyun görə də. Yenə verməyin. Bala bir dəqiqə dayanında. O maddi yardımı da biz almamışıq. Bunların hamısının üstünü örtmək üçün. Basırmaq üçün Zəngilana bir erməni girməlidir. Bu bizim icra hakimiyyəti İlham Hüseynov'un fikridir. Bir dənə erməni girməlidir bu rayona ki, hamısın bunun yazsınlar o köpəyoğlu erməninin ayağına ki, zorla qolumuzdan tutdular, qovaladılar ki, gedin sərhəddə. Gəlmişik bir gün 3 gündür burada sərhəddəyik. Ha, bura gel, bura. Bak bunu, bura gel, Nergis. Bura gel, bala. Bunları mən harapam. Haraparım, atası xəstədir. Haraparım, bak bunları mən. Özüm də xəstəyim, qoca şişəyim. Necəliyim bunları mən, haraparım. Neyləməliyim mən, evimi qoyun burada mən hara gedim, bak. 6 evdən çıxarttığım orada, 2 dənə televizyorum qalıb evdə, bir sivetli oydu, bir də körünə beri. 2 dənə xaladillik qalıb evdə, bir də şörgünü götürməmişim, gecə bunların üstüne salım yatsınlar. Mən neyləməliyim indi, hara getməliyim? Nətəz girdi ki 3 gün möhlət şeyler çıxar. Elə qabağın Hani bura bir dənə bak, bir adam görün, yaralanan var burada, görün bir adama güllə dəyib, görün bir adam ölür.
Zəngilanı tərk elədik. Demək olmaz bu saat Zəngilanda düşmən var, yoxsa yoxdur. Hər halda faktdır ki, biz İran torpağındayıq, Zəngilandan çıxmışıq. Və bu döyüşçülər də hər ikisi Zəngilanın taleyinə bu günəcən keçəcəyən döyüşlər olublar. Kimliklər haqqında özləri danışacaqlar. İran torpağında deməli döyüş haqqında, Zəngilanın müdafiəsi haqqında danışmaq bizim hamımız üçün ağır olsa da bu tarix xətrinə, tarihləşdirmə xətrinə biz bunu danışmağa məcburuq. Özün təqdim elə qardaş. Aliyev Rizvan Rızaoğlu, tağım komandiri. 8 yaş yaşında hərbi istəyən tağım komandiri. Demək olar ki, hücum, ermənilərin hücumu 5 gün davam elədi. Heç bir, demək olar ki, bizə ayrı bir tərəfdən, ayrı bir rayon tərəfdən, ayrı bir hissə tərəfdən heç bir köməkliyi olmadı. Artıq mən nə deyə bilərəm? Artıq o torpaqda yoxuq. Bunun üçün danışma ağırdır. Çox ağırdır. Mənə belə gəlir ki, ilk növbədə o suallar verirdilər. Sən prezident olsan nə olardın? Mən təsadüfən televizora baxdım, hərə bir söz dedi. Biri dedi mən müharibəni qutarardım. Biri dedi produktu artırardım. Biri dedi nə bilim nə inəyərdim. Ancaq mən olsam deyərdim. İlk növbədə mən ordu yaradardım. Bu 5 ildə bizim bu yaratdığımız ordunun aqibətləri budur. Çünki bizim döyüşən oğlanlarımız var, torpaq üçün. Elə oğlanlarımız var ki, özün tankın altına atıb o günlərin, Baloğlan, bizim Mehman. Ermənilərin 3 dənə tankın vurdular, özləri də məhv oldular, getdilər. Ancaq bu ayrı-ayrı oğlanlarla, ayrı-ayrı şəkillərdədir bunlar. Bunları cəm halında 5 ildə bu müharibə gedə-gedə biz orada yetişdirməmişik. Bu da bizim son aqibətimiz. Dünən axşam, 29 axşamı da, deməli 29 axşamı bütün rayon ərazisində 4 nəfər soldatla qalmışıq. Adlarını da deyə bilərəm. Deməli, onların bir dənəsi olub Mehraliyev Vidadi, bir dənəsi olub Vidadi Kərimov, gene onun da adı Vidadidir. Bir də olub bizim Rəşid müəllim deyirik, familiyasını bilmirəm. Ağsaqqal adamda hardasa ağsaqqal deyəndə cavan ağsaqqal, 35 yaşında da olar. Qalmışıq, deməli bütün ləvazimatları, özümüzün nə ehtiyatımız var, daşıyıb yığmışıq dağlara ki, biz heç olmasa 4 nəfərlə yəqin ki, bizə kömək gələcək qalaq ərazidə. Qalaq ki, biz son sözümüzü deyək çıxaq rayon ərazisindən. Son sözümüzü də deyə bilmədik, çünki elə bir qüvvə də bizə gəlmədi, bizdə heç bir atışmasız, gecə saat hardasa 3-də rayon ərazisini tərk elədik, keçdik həmən bu dayandığımız İran Respublikasına. Mənə belə gəlir ki, mən özüm barədə deyirəm, mən son sözü deməyib çıxmışam. Əgər desəydim, yəqin ki, mən sağ olmazdım, həmçində mənim yoldaşlarım bu fikirdədir. Mən özüm Nəcəflərdə doğulmuşam, Zəngilan rayon Nəcəflər kəndində. Nəcəflər kəndi deməli, elə bir oğulları ilə fəxr eləyir ki, o vaxt Erməni-Müslüman davasında oranın muxtar kişisi olub. Ermənilərə tək cavab verib. İndi onun, mən sizə inandırıram ki, o kəndə erməni girməyəcək. Ola bizim Zəngilandadır bu dəqiqə onlar, ancaq o kəndə yaxınlaşmayacaq onlar. Onlar bu neçə ildə müharibə gedib həmişə bizdən çəkiniblər, həmişə. İndi də həmən ərazi, elə bir ərazidir ki, biz onu yüzük qaşı kimi min inanmı, hər bir ehtiyatımızı görmüşdük oradan. Əmir gəldi, ərazi boşalır, sizin orada qalmanız əhəmiyyətsizdir, biz də məcbur olub tərk elədik oranı. Mən nə deyə bilərəm? Mən əzab çəkirəm danışmağa. Mən o arzu ilə yaşamışdım ki, bir gün jurnalist gələr, mən danışaram uşaqlarım haqqında, öz zıvodun uşaqları haqqında, rəhmətə gedən yoldaşlarımız haqqında ki, onların nə qədər bu toxlarda haqqı var. Ancaq qismət gətirib mənə burada. Mənə də belə gəlir ki, mən heç ürək arasıyla danışırım. Bunu bütün yoldaşlar bilir hamısı. Sağ olun. Rızvan, həyəcanla başa düşürəm. Təbiidir ki,
öz qanınla, canınla, varlığınla, ömrünlə demək qoruduğu torpaqdan çıxmaq insana nə qədər deməli ağırdır, çox çətindir. Hər halda demək talih belə gətirir. İndi bu hər halda mən burada zərrəcən günah görmürəm döyüşlərdə. Bir komandir kimi Şabanov haqqında nə deyə bilərsiniz? Deməli bu neçə ildir Zəngilan ərazisində müharibə gedib, Şabanov kimi güclü komandir biz görməmişik. Bütün 865 dənə hərbi hissənin bütün əsgərlər adından deyə bilərəm ki, hamısı deməli ona inanır. Hamısı. Bu dəqiqədə inanır. Bu dəqiqədə nəysə gözləyir ondan. Ancaq onda heç bir günah yoxdur. O deməli bizim elə bir postumuz yoxdur ki, ora baş çəkməsin. Elə bir postumuz, elə bir əskərimiz yoxdur ki, ondan söhbət eləməsin. Ona taktika başa salmasın. Hərbi taktika, hərbi sirləri ona öyrətməsin. O deməli həmişə bizlə komandir zotlarla hərbi təlimləri keçirdi ki, biz də onları boş vaxtlarımızda, atışmasız günlərimizdə öz soldatlarımıza təbliğ eləyirdik. Bu ancaq çox çəkmədi. Bu önce Zəngilanın süqutu ilə nəticələndi ki, biz oranı tərk edib çıxmışıq oradan. Ancaq yenə də o komandirdir, yenə də yığılır uşaqlar burada, indi bir nəticəyə gələcəyik, deyəcəyik, nəyəsə olacaq. Sizdən üçün qardaş, siz özünüzü təqdim edin. Sıhav Əskər Əliyev Arzu, Şahibli Batalyanının əskəriyəm. Mən 8 aydan artıq bir müddətdəyəm ki, Şahiblidə xidmət edirəm. Gəldiyim ilk gündən vətənimizin torpaqlarının keşiyində dayanmağı özümə vacib və məsuliyyəti bir iş hesab eləmişəm və dayanmışam da. İndi talih elə gətirdi ki, biz inanmazdıq ki, Zəngilan kimi bir rayon xainliğin qurbanı olub, düşmən tapdaq altında qalacaq. Bunu bizə heç vaxt tarix bağışlamayacaq. Üzr istəyirəm, xainlik dedim. Bu xainlik kimin tərəfindən nəzərə tutsunuz? Mən deyim ki, bizim Ali Peyğəmbərimiz Həzrət Muhammed sallallahu aleyhi və səlləm mübarək bir hədisi var. Deyir, nə vaxtacan ki, xalqın başında bədxaq əmirlər durarlarsa, onlar özü kimi bədxaqları qabağa çəkər və onlara havadarlıq elə xalq bundan zillət çəkər. İndi mən deməkdə məqsədim odur ki, bəzi ki rəhbərlərimiz olub, bəzi vəzifəbazlarımız olub, stol davası eləyiblər, bu xalq da bundan zillət çəkir. Biz dünənləri gecə Zəngilan torpağın, Zəngilan rayonu biz tərk eləyəndə gözümü önündə şəhidlərimiz dayandı, zakirimiz, hicranımız, müşfiqimiz dayandı, nər oğlumuz, qaytaranımız dayandı və ocaqlarımız dayandı gözümün qabağında. Dedim, Seyidsən ağa, Zəngilanda ən məşhur Seyyid Əşrəflisən, sənin ruhun bizə heç vaxt bağışlamayacaq. Və o ümidlə də yenə də Zəngilanla ayrıldım ki, az çəkməz ki, vaxt olar ki, yenə də biz gəlib Zəngilan torpağına gələrik və sizi ziyarət eləyərik və xalqımız Zəngilan torpağında yaşayar. Bu ümidlə yaşayırıq. İnsanda sabaha bir ümid olmalıdır. Qalıq sizdən də çox razıyıq ki, Allah sizə kömək olsun ki, gəlmişsiniz. İndi bizi bu gərək yaxşı günümüzdə, qələbə günümüzdə çəkəydiniz. İndi talihin işi belədir. Çox. Gəl biz gəlin ürəksizin. Deməli, bizim zam komandirimiz oğlumuzdur. Gəl qardaş, gəl. Nəcəfov Şirvan. Mən özü təqdim eləsin. Dünənəcən Zəngilanda düşmən qarşısında Mərdənə dayanmışdınız. Bu gün İran torpağında hansı hisslər keçirdiniz? Bugün mən öz qardaşlarımın torpağında da ki, özümü çox yaxşı hiss eləmirəm. Ona görə yaxşı hiss eləmirəm ki, nə qədər qardaş da olsa, nə cür də olsa, yenə öz torpağımız özümüz üçün çox gözəl olar. Mən deyərdim ki, Zəngilandan dünən düzdür çıxmışdıq. Ancaq bu dəqiqə mən bu arazın qırağından ayrılmaq istəmirəm. Ona görə ayrılmaq istəmirəm ki, bu torpaqda mən ölmək istəyərdim. Qayıdıb bu torpağa gəlmək yox. Başqa mənim söz deməyə gücüm çatmır. Demək, adətən hansı rayon işğal olunubsa, o rayonda olan hərbi hissənin komandirini günahkar biliblər, onu sonra günahlandırıblar. Siz Polkovnik Şabanov haqqında nə deyə bilərsiniz? Bax, bu gün deməli, cəmaatın bura keçməsində, daha doğrusu Zəngilan düşmə əlinə keçməsində Şabanovun günahın var, yoxdur, baxın, fikriniz nədir? Mən Şabanovu bir dənə dərdim Azərbaycanda Şabanov kimi əgər komandir olsaydı, tək bir dənə, 5 dənə olsaydı, heç bir rayonumuz getməzdi. Ancaq hayır ki, Şabanov bizim rayonda tək iştirak elədi, tək komandiri elədi və onu
yanındakı yoldaşları ona köməklik eləmədilər. Ona görə də torpaq əldən getdi. Şabanov da təkcə heç nə edə bilməzdi. Yəni yanındakı yoldaşlar deyəndə siz hərbi hissənin zabitlərini nəzərdə tutursunuz, yoxsa qonşu rayonun zabitlərini? Öz hərbi hissəmizdəki zabitlərimizi nəzərdə tuturam mən. Bunlar hərbi səriştələri, hərbi bacarıqları yox idi, yoxsa ümumiyyətlə qətiyyətləri yox idi, ümumiyyətlə bacarmıydılar. Bax, bunu biraz xırdalayın xahiş edirəm. Mən bunu demək istəyirəm ki, bizim bu hərbi hissəyə ki yığılıb Zəngilanın öz könüllü batalyonu. Bunlar hamısı daha doğrusu heç nə bacarmayan vayanlıya yığılıb. Bunlar şoför olub, komandiri polk işləyir, komandi batalyonu işləyir, nəçənli ştab işləyir. Bunlar müəllim olub. Onlardan da ki, müəllimin öz sənəti var, vayanlının öz sənəti də. Başqa mən təbim. Sağ ol Üzmən. Kəş tali elə bir yaxın günlərə gün qismət eləsin ki, yenidən deməli bu çay gecək qayda qarır Zəngilan torpağımıza. Mən hələlik burada gözləyirəm. Bəlkə də elə bugün qayıtdıq, onu bilmək olmaz. Ona görə ki, bizim ürəyimiz oradadır. Özümüz çıxsaq da ürəyimiz oradadır. Mən istəyirəm ki, bu dəqiqədə qayıdaq gedik. Sağ ol. Ermənilər gəlirlər tanklarla, BMP-lərlə, müxtəlif silahlarla. Bizə nə verdilər? Hamısı köhnə maşınlar işləmir. Bizim ordu vuruşur. Axıra kimdə kimi vuruşdu. İntihası son məqamda yenə sağ olsunlar ki, arvad uşağı kömək edilər çıxdı. Hərbislərin hesabına. Yoxsa dövlət, hökumət səviyyəsində kömək olmadı bizə. Heç kəsə kömək olmadı, heç kəsə. Nə bir adamı adlatdılar. Yenə hərbislərin maşınlarında cəmaatı adlatdılar bu tərəf. Yəni əhalinin bugün demək sağ-salamat bu yana keçməsində yenə demək kömək hərbislər. Yenə hərbislərdir. Yenə hərbislərdən savayı ikinci bir adam olmadı. Nə rayon icra hakimiyyəti, nə yuxarı təşkilatlar, nə rəhbər təşkilatlar, nə nazirliyə. Biz müxtəlif nazirliklərdə olduq. Hətta prezident aparatında da olduq, Ali Sovetdə olduq. İran səfirliyində də biz olduq. Bu vəziyyətimizdə heç olmasa Zəngilan qalıb blokadadır. Bizə kömək edin. Heç olmasa qadın, arvadı, körpə uşaqları çıxardaq. Bizim ancaq bir yeganə məqsədimizdir. Biz neçə illər və yığdığımız evimizdən də, eşiyimizdən də hamısından keçdik. Ancaq biz uşaqlarımızın xatirinə, yenə biz o hərbislərə minnətdarıq ki, onların hesabına barada sahib keçdik. Yoxsa inanın ki, sizə bu Xocalda da dəhşət olardı. Necə deyirlər, belə çox gözləm ağla sığmaz faciə olardı. Körpə qadınlar, uşaqlar hamısı çalıb boğulub ölərlər. Özünüzü təqdim edin, kim oldunuz siz? İsmail Məhərrəm Minzivan qəsəbə sakini. Sağ ol. Gündə yenə İran hökuməti kömək elədi. İran hökuməti kömək oldu ki, onlar bizim cəmaata aşağıda qabaq keçidlərdə cəmaatı kəmənlə və başqa şeylərlə keçirdilər. Onlar bizim cəmaata ərzaq yardımı kömək elədilər. Onlar bizim maşınların sulardan keçirilməyinə kömək elədilər. Maşınlara qabaqki Xudafərin körpüsünün keçidində özdə İran dövlətinin hesabına maşınlarımızı benzinlə təmin edirlər. Xarab olmuş maşınları çəkib aparırlar. Biz orada böyük minnətdarıq. Yenə qardaş xalqdır, bizə kömək elədilər. Bizim cəmaatın sağ-salamat çıxmasında İran xalqının, İran hökumətinin böyük rolu oldu. Sağ ol. Ne bunu ne gözledin? Ne bunu? Yok. Söndü mü sigara?